Hər gün bir xörək qaşığı bəhməzə limon sıxıb içsəniz bədəninizdə nələr baş verər? Bəhməz dəmir baxımından zəngin olduğu üçün özəlliklə qan azlığından əziyyət çəkən insanlara çox faydalı qida hesab edilir. Lakin onu tək yox, üzərinə limon sıxıb içmək lazımdır. Çünki limonun tərkibindəki C vitamini bəhməzin tərkibindəki dəmirin qana sürətli şəkildə sovrulmasını təmin edir. Səhər yuxudan oyanan kimi siz də bu qarışımı hazırlayın. Bunun üçün bizə təbii bəhməz, limon və su lazımdır. Stəkana təxminən bir xörək qaşığı bəhməz əlavə edin. Üzərinə limon sıxdıqdan sonra su tökün və yaxşıca qarışdırın. Bəhməzli suyu səhər yuxudan duran kimi ac qarnına qəbul edin. Əgər səhər bu prosesi etməyi unutsanız, gün ərzində də edə bilərsiniz. Lakin ac qarnına və yeməkdən yarım saat əvvəl olmalıdır. Bəhməzli su immuniteti gücləndirir, qan azlığını aradan qaldırır və yeməkdən qabaq qəbul olunduğu üçün bədənin şirin qidalara olan ehtiyacını da aradan qaldırır. Bu sağlam içki bədənimizi toksinlərdən təmizləyir və bizə toxluq hissi verir. Nəticədə siz sağlam şəkildə darıxlaya bilirsiniz. Videomuzu qayd eləməyi və yaxınlarınıza da göndərməyi